İtaliya xəritəsinə baxsanız, onun içində kiçik bir ölkə görəcəksiniz. Bu ölkənin adı San Marino'dur. İlk dəfə gördüyüm zaman özümə sual verdim. Belə kiçik bir ölkə necə yaşayır, necə inkişaf edir? Üstəlik İtaliya kimi böyük bir ölkənin içində. Bəli, İtaliya San Marino'nu tamamilə əhatə edir. San Marino çox kiçikdir. Yalnız 61 kvadrat kilometr ərazini tutur və təxminən 34 min insan yaşayır. Bu New Yorkun 1/10 qədərdir. Avropada ondan yalnız Vatikan və Monaco kiçikdir. San Marino özünü idarə edir, öz hökuməti, qanunları, pasportları və maliyyəsi var. Hətta Olimpiya komandası da var. Amma ordusu yoxdur. Yenə də o müstəqil qalmağı bacarır və yalnız sağ qalmaqla kifayətlənmir, həm də inkişaf edir. Burada insanlar ildə təxminən 87 min dollar qazanır. Bu da onu dünyanın 8-ci ən zəngin ölkəsidir. Bəs bu necə mümkün olur? San Marino sərt dağlıq ərazidə yerləşir. Bu da orta əsrlərdə ona təbii müdafiə təmin edib. Amma bu tək başına kifayət etməzdi. Ruhanilər hücum etdikdə o təvazökar qaldı və yalnız kiçik torpağını qorudu. Riskli ittifaqlar qurub müharibələrə qarışmadı. Hakimiyyət uğrunda mübarizələrdə isə çox vaxt qalib tərəfi dəstəklədi. Bütün bunlara görə San Marino 1700 ildən çoxdur ki, azadlığını qoruyur.